Aha, indi gəldik mətnlərin izahına. İlk öncə mən C variantı üzərində izahını verəcəm. Variantlar fərqli-fərqlidir. Əgər sualları yoxlamamısınızsa, ekranı saxlayırsınız, mətni oxuyursanız, oradan sonra cavablar əsasında yoxlaya bilərsiniz. Çünki cavablar burada fərqli-fərqli verirlər, rəqəmlərin yerləri. İlk öncə baxaq görək 37-ci sualda nədən söhbət gedir. Deyir, mətndəki əsas fikir fikrə uyğundur. Baxaq görə əsas fikrə uyğun olan nədir? İşi iş bilənə tapşır. Bəli, burada Sultan Mahmud işin məsuliyyətli olduğuna görə, Eyvazın məsuliyyətli olduğuna görə, Eyvaz ətraflı onu doğrultduğuna görə hər bir zaman digər sərkələrdən Eyvazı üstün tutur. Ona görə işi də daima Eyvaza tapşır. Eyvaz da onun etimadını doğrudur. Bir doğrudur. Sonra ziyanın yarısından qayıtmaq faydalıdır. Ziyandan burada heç bir şey danışılmır. İkiləri avtomatik silirəm. Çörəyi ver çörəkçiyə, birində üstəlik. Bəli, çünki Eyvaz fərasətli olduğu üçün ona verilən tapşırıqları artıqlaması ilə yerinə yetirirdi. Etibarını daima doğruldurdu sultanın. Deməli, doğru variant oldu burada. C variantı 1-3. Sonra üzərində rəqəm yazılmış ifadələrlə bağlı doğru fikirləri soruşur bizdən. Doğru fikirləri. Doğru fikirləri müəyyən. Üzərində rəqəm yazılmış sözlər hansıdır? Bir baxaq görək. Üzərində rəqəm yazılmış sözlər. Üzərində rəqəm yazılmış hünəri, hörmətlə, öyrəndim, qalmış, bir də çevirib. Baxıram, burada 38-ci, 1-ə. Baxaq görək. Hünəri, mərifət, hünərlə mərifət ayrı-ayrı fikirlərdir. Bu bir uyğun gəlmir. Sonra keçdik, 2-yə baxaq görək. 2-də nədir? Ehtiramla baxaq görək. Ehtiramla 2-yə baxaq görək. 2-də. Hörmətlə, Eyvaz hörmətlə təzim edərək danışmağa başladı. Baxın, ehtiramla məcazi mənadadır. Xeyr, məcazi mənada nə olsun ki burada? Baxın görüm. Eyvaz hörmətlə tənzim etdi. Hörmətlə təzim etmək insana məxsus olan bir şeydir, həqiqi mənada olan bir şeydir. İkilər də bir avtomatik silindi. 3-cü sözə baxaq görək. Üstə nə deyir? Baxın görüm, lazım olan məlumatları öyrəndim. Peşə öyrənmək. Xeyr, burada məlumatı öyrənməkdir. Burada isə hansısa bir ixtisası peşəni öyrənmək. Bu 3 də bura uyğun gəlmir. 3-lərdə belə getdi, 1-lər getdi, 3-lər getdi. 4-də baxaq görək. 4 nə sözdür? Baxın görüm, ağzı açıla qalmaq, yəni, bəli, həm heyrətlənmək, ağzı açıla qalma frazeoloji birləşmənin mənası heyrətlənməkdir. Bəli, 4. 5-ci sözə baxaq görək. Üzünü çevirib dedi. Padşah sərkərdələrə doğru üzünü çevirib dedi. Yəni, üzünü çevirib, yəni dönmək mənasında. Üzünü döndərmək frazeoloji birləşmələrlə əvəz edilə bilməz. Bəli, üzünü döndərmək, yəni bir adamdan imtina eləmək kimidir. Burada üzünü çevirmək mənasındadır. Deməli, oldu 1-lə 4. Bu da doğrudur. Bu da doğrudur. Sonra mətndə tünd qara hərflə verilmiş fikirləri hansı deyimlə qüvvətləndirmək olar? Hardadır burada? İndi Eyvaza niyə 30 nəfərin əmək haqqı barədə ödəniş verdiyimi anladınızmı? Görürsünüz, bu belə onun bacarığı qarşılığında azdır. Hansı deyim? Deməli, hər kəs elə öz əməyinin meyvəsini dərir. Bəli, elə doğru fikir budur. Bu deyim, yəni bu atalar sözü. Tam da o qara şriflə verilmiş cümlənin mənasını ödəyir. Atalar sözündən ifadə etmək olar. Bu doğrudur.
Sonra keçdik buradan. Mətndə nöqtələrin yerinə hansı ifadə artırılırsa, məzmuna və Eyvazın xarakterinə uyğun gələn nöqtələrin yeri hansı tərəf idi? Hə, bura. Sultanım, siz digər sərkərdələrə tapşırıq verər-verməz sərkərdələrin sizə şikayətləndiyini xatırladım. Xeyr. Marağım örtbasdır elədim. Xeyr. Sizin tapşırığınızı xatırladım. Xeyr. Başqa sərkərdələrinizin iş yaramayacağını anladım. Bu da xeyr. Nə ilə maraqlanacağımı təxmin etdim. Diqqətlə qulaq asın və oradan nəticə çıxardıb ki, nə ilə maraqlanacağınızı təxmin etdim və o sırada gedib hər şeyi ətraflı maraqlandım. Doğru variant, buranın variantı, E variantı yazılmalıdır. Doğrudur bu da. Keçdik digər 41-ci sual. Mətnin tərkib hissələri bağlı doğru fikir soruşur bizdən. Doğru fikri müəyyən edin. 41-də baxaq görə tərkib hissələrinin ardıcıllığı pozulub. Mən burada tərkib hissələrinin ardıcıllığının pozulduğunu görmədim. Ard-arda düzülmüş cümlələrdir. Tərkib sonra giriş, əsas, nəticə hissəsinin düzülmüş formada mətindir. Giriş hissədə əsas obrazın xarakteri ilə bağlı qənaətə gəlmək mümkündür. Bəli, bax burada Eyvazın dərrakəli, dürüst, bir sərkərdə insan olduğu göstərilir. Onun xarakterinin, onun obrazı olaraq necə xarakter olduğu göstərilir. Bu da düzdür. Sonra getdik. Mətnə görə Eyvaz başqa sərkərdələrdən fərqləndirən xüsusiyyəti nə idi? Onun fərasətli olması, qoçaq olması. Bu doğru variantdır. Gəldik. Sonra 43-cü. Fikirlərdən biri mətnin giriş hissəsinə aid plan bəndi ola bilməz. Mətnin giriş hissəsinə aid plan bəndi. Mətnin giriş hissəsi bu hissədir. Mətnin giriş hissəsi bu hissədir. Bura uyğun ola bilməz. Baxaq görək nədir burada. Sultan Mahmudun sevimli sərkərdəsi, bəli, sevimli sərkərdəsi olmağı burada verilir. O deyir, onun xətrini çox istəyirdi. Bu var. Eyvazın gözəl keyfiyyətlərə malik olduğu, bəli, dərrakəli idi, dürüst idi. Eyvaz başqa sərkərdələrdən üstün tutulurdu. Bəli, dürüst sərkərdə idi. Onlardan sərkərdədən daha çox artıq pul ödənilirdi ona. Bu da onun digərlərdən üstün olmasına gətirib çıxardırdı. Eyvaz digərlərindən daha artıq haqq ödənməsi, bəli, bu da var idi. Eyvazın başqalarından fərqli xüsusiyyəti bu burada yox idi. Bu bilirsiniz hardaydı? Bu doğrudur. Bax, bu buradaydı. Bax, bu hissədə. Üzünü çevirib deyir. Daha doğrusu buradan yox, bu hissədən. Bu hissədən. İndi Eyvaz niyə 30 nəfərin əmək haqqını bərabər ödəniş verdiyimi anladınızmı? Daha çox fərasətli olduğuna görə, daha çox onlardan qoçaq olduğuna görə, bax bu cümlə bu əsas hissəyə aiddir. Əsas hissəyə. Giriş hissəyə isə bunlara aiddir. Deməli 43-də doğrudur. Keçdik 44-də. 44-də nə deyir? Mətndə əsasən cədvəlin doğru fikirləri müəyyən. Mətndəki problemin həll tapmasının səbəb yolları. Mətndə problem, Eyvazın davranışı, xeyr, Eyvazın davranışı heç bir problem ola bilməz. Sərkərdələrin narazılığı, bəli, onlar narazılıq edirdilər ki, niyə Eyvaz bizdən artıq ödəniş alır? Problemin həllinin tapılma səbəbi. Sultanın Eyvazın zəhmətinin qiymətləndirməsi. Bu xeyr, problemin həll yolu ola bilməz. Birləri çıxıram. Elə 3 dərdə çıxıram. Sonra sultanın sərkərdələrinə tapşırıq verməsi. Bəli, o tapşırıq verir ki, Eyvazın da qoçaqlığını, mərdliyini onlara göstərir. Eyvazın bacarığı, bəli, Eyvazın fərasətini, qoçaqlığını onlara göstərmək istəyir ki, sübut eləmək istəyir ki, yəni ona görə sizdən 10 qat artıq buna ödəniş eləyirəm Eyvaza. Deməli, doğru variant 2, 4, 5. Bu da doğrudur. Deməli, burada 45-ci sualda nə yazmışdı?
şagirdimin dediyinə görə nə idi? Deyildi ki, burada müəllimə yazılmışdı ki, Sultan Mahmudun obrazına aid 2 xarakter yaz. Ona necə yaza bilərsiniz? Məsələn, ora yaza bilərsiniz, Sultan Mahmud qiymət verməyi bacarır. Belə ifadələr yaza bilərsiniz. Və yaxud, mən yazmayım, vaxt etkisidir. Və yaxud digər ədalətlidir. Belə ifadələr yaza bilərsiniz. 2 xarakterini yaza bilərsiniz. Sonra digərində də belə dedi ki, müəllimə verilmişdi ki, mətndə cədvəlin boş xanalarına uyğun fikir. Bax, belə bir cədvəl imiş. Buraya yazılmış deyəsən, Sultan Mahmudun sərkərdələrini məlumat almağa yollayır. Bu hissəyə yazılmış. Və belə-belə hissələrə bölünmüş. Buraya yazılmış səbəbi nə imiş? Nə üçün? Səbəb, məqsəd. Burada yazılmış nəticə hissəsi. Yazılmış, məsələn, səbəbi nə idi? Sultan Mahmudun sərkərdələri məlumat arxasınca göndərməsi. Səbəbi nə ola bilər? Eyvazın onlardan daha üstün demək olmaz. Eyvaza nə üçün onlardan 10 qat artıq pul ödədiyini sübut eləmək məqsədi ilə, daha doğrusu səbəbi oydu. Məqsədi isə Eyvazın onlardan Eyvazın necə qoçaqlığını, fərasətli olduğunu göstərmək üçün. Nəticədə isə Eyvaz verilən tapşırığı ətraflı sultana gətirdi, çatırdı, nöqtə virgülünə qədər. Belə yaza bilərsiniz. Belə bir cədvəl verilmiş. Digər gəldik digər mətnimizə, onun izahını verməyə. Aha, deməli, burada bizim neçə düzümüz oldu? Ümumi elə 45 ilə 46-nı tam əminliklə demək olmaz. Ancaq şagirdim dedi ki, müəllimə yazmışam. Tam onu dəqiq demək olmaz. Belə 8 dənə sualdan 8-i də doğrudur burada. Poetik səciyyə daşıyan mətndə hələ ki. Keçək informatik səciyyə daşıyan mətnin izahına. Aha. Gəldik informatik səciyyə daşıyan mətnə. Burada nədən söhbət gedir? Həkaldarlıq mətnindən. Bunu da eyni ilə saxlayırsınız, oxuyursunuz, sonra yoxluyursunuz. C variantı üzərindədir bu da. Gəldik 47-ci suala. Mətndə hansı suala cavab tapmaq mümkün deyil? Deyir ki, burada birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlar kimdir? Bax, burada o haqda məlumat var buralarda. Birgə iş görmüş. Baxın, burada sənətkarlar Sabirin heykəlini böyük işdən biri sənətkarın Nəriman Nərimanovun Sami Gəncəvinin heykəllərin sonra inkişafında burada heykəltaraşlığın əsərdən. Aha, 47-ci sualda burada bunların bax deyir ki, birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlar kimdir? Bax, burada onların haqqında məlumat var. Baxın, Tokay Məmmədov, Ömər Eldarov və Elçin Şamilovun baxın görüm. Burada baxın, o səhvdir. Bağışlayın. Onun yeri səhv göstərdim məlumatının. Baxın, burada deyir ki, Tokay Məmmədovun və Ömər Eldarovla birlikdə yaratdığı Füzulinin heykəltaraşlığının ən gözəl nümunəsidir. Baxın, ən gözəl əsərlərindən biridir. Birgə. Bunun haqqında məlumat var. Sonra gəldik buradan. Sonra deyir ki, Tokay Məmmədov, Eldarov və Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətirmişdi? Burada hansı yeniliklər gətirmişdi haqqında məlumat yoxdur məncə. Baxın görüm, sadəcə deyir ki, yenilik eləyiblər. Baxın.
Bax deyir ki, burada Məmmədov, Eldarov və Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətiriblər? Burada deyir, heykəltaraşlığın sonrakı inkişafı 50-60-cı illərə təsadüf edir. Yeniliklər gətirən istedadlı sənətkarlarımız Tokay Məmmədov, Ömər Eldarov və Elçin Şamilov və başqalarının fəaliyyətini diqqəti cəlb edir. Yazmır hansı yenilik gətirilib. Sadəcə deyir ki, burada yenilik gətirib. Yeniliyin adı olmalıdır. Hansısa bir yenilik gətirməlidir. O haqda məlumat yoxdur. Burada variant düzgün variant, yəni B variantı olmalıdır. Bunu səhv yazıb. Bu səhvdir. 47-ci sual. Deməli 48-ə baxaq. Deyir ki, mətnin nəticə hissəsinin hansı cümlə ilə tamamlamaq olmaz nəticə hissəsi? Bu hissəsini deyir. Müasir dövrdə Azərbaycan heykəltaraşlığı 20-ci əsrin ənənələrindən bəhrələnərək yeni formalar xarakter axtarışındadır. Bəhrələnərək. Baxaq görək nə ilə demək olar. Dilimdə topuq vurur. Görüm necə yazıb bu qız. Burada verib ki, bu yazıb ki, bununla da heykəltaraşlarımız qədim ənənələrə sədaqətlərini qoruyub saxlayırlar. Bu burada düzgündür. C variantı. 47 səhv, 48 doğrudur. Sonra getdik. Hansı fikir Eyler-Venn diaqramının heç bir xanasına uyğun gedə bilməz? Heç bir xanasına. Baxaq ki, Fuad Əbdürrəhmanov və Cəlal Qaryağdı. Götürüb burada qız yazıb. Məhəmməd Füzulinin heykəlinin yaratmışlar. Xeyr, heç biri nə Fuad Əbdürrəhmanov və yaxud Cəlal Qaryağdı heç bir Füzulinin heykəlini yaratmamışdır. Bu heç birinə uyğun getmir. Bu da doğrudur, bu da doğrudur. Keçək bu birisini oxuyaq. Mətndə Tündqara verilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Baxaq görə hansı sözlərdir bunlar. Baxım görüm. Təbliğat sözüdür, fiqur sözüdür, monumentaldır. Bir də canım sizə desin. Digəri hansı sözdür ki? Üstünədir bu. Burada. Bəhrələnərək. Sonra digər sözləri mən görmürəm. 4 dənə söz deyək. Baxım görüm. Bəhrələnmək. Çəkdiyi ürəklərə baxayım. Təbliğat, monumental fiqur. 4 dənə sözdür. Getdik. Tündqara hərflə. Hələ ki, A variantını saxlayaq. Faydalanmaq, istifadə etmək. Bəhrələnmək sözüdür. Bəli. Bəhrələnmək. Rəssamlıqda, heykəltaraşlıqda insan və ya heyvan fiqurlarının təsviri. Bu olur fiqur. Sonra əzəmətli, möhtəşəm. Bu olacaq. Əzəmətli, möhtəşəm. Sonra bir nəzəriyyəni, ideyanı, biliyi və s. kütlə arasında yaymaq, bu təbliğatdır. Əzəmət və möhtəşəm monumentaldır. Bir dənə burada oldu, A variantı. Bu da səhvdir. Bədənlə incə ritm hərəkətlər göstərən məharət. Bu da səhvdir. Daha doğrusu doğru variant olmalıdır, A variantı. Hələ ki 2 səhv, 2 doğrumuz var. Sonra 51-də. Mətn əsasında düzgün uyğunluğu müəyyən et. 51-də. 51-də nə deyir bizə? 51-də. Deyir 1950-60-cı illərdə Azərbaycan heykəltaraşlığının inkişafında əcnəbi sənətkarların rolu əvəz olmuşdu. Bu
göstərin görək bu doğrudur. 1950-60-cı illərdə heykəltaraşlığın məncə 1950-60-cı illərdə təsadüf edir. Heykəltaraşın sonraki inkişafı. Yeniliklər gətirən istedadlı sənətkarlarımız, deməli bunlar milli Azərbaycandan söhbət gedir. Bu da deyir ki, xaricidir. Bu yanlışdır. Füzulinin heykəlinin Elçin Şamil və Ömər Eldarovun yaratdığı doğrudur. Xeyr, yanlışdır. Sonra çünki Məmmədov və Eldarovun birlikdə yaratdığı Füzulinin abidəsi bunlar yaradıblar. Elçin Şamilov deyil. Bu ona görə səhvdir. Sonra Məhəmməd Füzulinin abidəsi altındakı abidəsi 6 metrlik postament üzərində ucaldılıb və şairin düşüncələrinə daldığı təsvir edilir. Bəli, o burada var, təsvir edilir. Burada götürüb yanlış. Niyə yanlış verirsən ki, sən bunu? Orada çünki göstərib, bax, deyib, Füzuli sanki düşüncələrə qərq olur. Burada da verib yanlış. Bu da ona görə səhv getdi. Sonra Məmmədov və Eldarov 50-60-cı illərdə heykəltaraşlıq ənənələrinin inkişaf etdirən yeganə heykəltaraşlar olublar, yanlışdır. Bəli, ondan öncə də digər heykəltaraşlar var idi ki, heykəltaraşlıq sənətini inkişaf etdirirdir. Bəli, bura yanlış qoyduğuna görə biz doğru götürməliyik. Bu da səhvdir. Sonra keçdik. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Əsas hissəsinə aid deyil. Tanınmış insanların heykəlləri, bəli, bax, tanınmış insanların heykəlləri, məsələn, Füzuli olsun, Həzi Aslanov olsun, Həzi Aslanov olsun, Sabirin, Nizaminin, hamısı bunlar əsas hissədə adı çəkiləndir. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil. Getdi. Heykəltaraşlığa yenilik gətirilənlər, o da əsas hissədə var. Milli heykəltaraşlıq peşəkar inkişafı, milli heykəltaraşlığın, o da var idi burada. Sonra fikrə dalmış şairin abidəsi, bəli, o da burada var, Füzulidir. Füzulinin heykəli. Əcnəbi sənətkarların heykəlləri, o giriş hissədədir. Bax, burada əcnəbi heykəllərin. Baxın, burada əcnəbi heykəllərin, əcnəbi nə yazıb ora? Əcnəbi sənətkarların heykəlləri. Baxın, əcnəbi sənətkarların heykəli. Bax, 20-ci əsrin əvvəllərində heykəltaraşlıqda, 20-ci əsrin əvvəlində heykəltaraşlığımızda da özünü büruzə verməyə başladı. Bu zaman əsasən Bakı şəhərindən müxtəlif ölkələrdən gəlmiş heykəltaraşlar. Müxtəlif ölkədən söhbət gedirsə, bunlar əcnəbi heykəltaraşlardır. Doğru variantı olacaq burada. Y variantı. Belə səhvdir. Sonra baxaq digərlər. 53-cü testdə nədir? Altından xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu və həmin sözün mətndəkindən fərqli mənada işlətmək. Yəni, həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada yazmaq lazımdır. Baxım görüm hansı sözdür. Çevirib baxam görüm. Altından xətt çəkilmiş söz budur. Bu monumental heykəl hazırda Bakıda İncəsənət Muzeyində saxlanır. Burada həqiqi mənadadır. Keçək görək o tərəfdən nə istəyir bizdən? Həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada. Biz bildik ki, o həqiqi mənadadır və biz onu məcazi mənaya çevirməliyik. Deməli, bizdə də burada həqiqi mənada iki yerdə göstərib. Bizdə burada iki yerdə göstərir. Burada baxaq görək. İnsanın həyatında yaşadığı çətinliklər onu möhkəmləndirir və ruhunu güclü saxlayır. Bu doğrudur.
Buradakına baxım görüm. O bütün əhəmiyyətli sənədləri öz ofisində saxlar. Bəli, buradakı ilə həqiqi mənadadır. Bizdən də deyir ki, həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada. Doğru variant oldu, C variantı. Keçək bura baxaq görək. Mətndə əsasən yanlış fikri müəyyən edin. Yanlış fikir bizdən soruşursa, deyir 20-ci əsrin əvvəllərində Azərbaycan heykəltaraşlıq sənətində yaradılan əsərlərin bir çoxu təbliğat xarakteri daşıyırdı. Bəli, o var idi, təbliğat xarakterli daşıyırdı. Deməli, Bakıda ucadılan dahi sənətkarımız Nizami və Füzulinin heykəllərinin postmentləri eyni ölçüdədir. Xeyr. Deməli, Nizamininki hündürlüyü metri 9 metrdir. Ancaq Füzulininki isə Füzulininki isə 6 metrdir. Yanlış olan budur. Deməli, bu da doğrudur. Getdik. Sonra 55-ci sualda bizdən nə istəyir? 55-də. Deyir ki, həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyərə və sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdı. Fikrinin əvvəlinə işarə qoyulmuş. Hansı abzasda ifadə olunan məzmuna ziddir? Bu fikir hansı abzasdakına ziddir? Bax, elə zidd olan, bax bu üç bucaqdır. Orada götürüb yazacaqsınız üç bucaq işarəsi, üç bucağın işarəsini qoyacaqsınız belə işarə. Çünki niyə? Orada deyir ki, dözümlüdür. Ancaq burada deyir ki, burada. Onların yaratdığı əsərlərin əksəriyyəti təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmamışdı. Orada deyir ki, uzun ömürlü olmuşdu. Bunu belə ifadəni, fikrinizi əsaslandırmaq üçün bunu beləncə köçürmək, belə formada köçürtmək olardı ora. Sonra gəldik. Burada da nə istəyir bizdən? Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir. Fikrinizi mətnə əsasən fikrinizi ora əsaslandırıb yaza bilərsiniz. Məsələn, necə yaza bilərdiniz? Burada hansı tarixi şəxsiyyətlərdən söhbət gedir? Nizamidən gedir, Füzulidən gedir, Sabirdən gedir. Məsələn, yaza bilərdiniz ki, tutalım belə məsələn. Yaza bilərdiniz ki, Gəncəvi və Füzulinin elə özü olsun, heykəllərinin hazırlanması və bugünə qədər gəlib çatması onların xatirələrinin əbədləşdirilməsinə, xatirələrinin əziz tutulmasına, bugünə qədər onların xatirələrinin daima əziz tutulmasında əsas faktlardan, əsas rollardan biridir. Hər kəsin yaddaşında silinməz iz buraxaraq belə bir heykəllər hazırlanaraq insanların yaddaşında əbədi qalmalarına, günümüzə qədər onların qorunub bura qədər gəlib çatmalarına, xatirələrinin qorunmasında əsas rol oynanmışdır. Belə fikirlər yaza bilərdiniz bu 56-cı testdə. Deməli, bu qədər. Qarşıda qaldı bizim bloklarımız. İnşallah onların da nəticələri ürək açan olar. İnşallah yaxşı nəticələrlə bizləri sevindirərlər. 9-larımızı belə yola verdik. Daima yolları açıq olsun. Hər məqsədlərinə, amallarına sağlam candan çatsınlar inşallah. Siz sağ, mən salamat inşallah. Daima çəkdiyiniz əziyyətiniz yerdə qalmaz.